serialında. Aramıza kan düştü. Daha burada bir saat de kalmak olmaz. Deyirsən evimizdən gedək. Başka yolumuz yoktu. Biz gitmesek Səməndər qisas almağa gələcək. Kərim, biz Səlimə görə getməliyik. Mən ölərəm, amma qoymaram Səlimin başından bir tük əskik olsun. Sən narahat olma. Soruşsalar deyəcəm mən öldürmüşəm. Günahkar mən ola. Cəzasını sən çəkməlisən. Yox, elə şey ola bilməz. Burada sən görüb eləyən olmadı. Çoban, Nə? çoban oradaydı. Mən gedəndə çobanla qarşılaşdım. Durun çıxırıq kənddən. Gedirik Bakıya, əmoğlu Camal ikilə. Ya Allah, durun getdik. Narahat olma. Daşqınla danışdım. Deyir ki, Hücülvarı qəza ediblər. Səməndər elə demədi axı. Dedi Akşinin qolu əzilib. Bibi yaxşı. Özvəli al. Gedək çataq. Hər şey yaxşı olacaq. Bəkir, biraz bək sür. Mənim də halım pisdir. Bəş sürə bilmirəm. Bəkir sür. Tez çatdır məni oğluma. Bərk sür. Arvad, Səməndər deyir ki, Hə. oğlumu öldürəni kim desə, kətdə nəyim var, hamısını ona verəcəm. Çi. Kim gördüysə yaşadı Allah. Mən görmüşəm, amma demərəm. Həsən kişi də, onun oğlanları da yaxşı adamlardı. Nə? Ay, sən görmüsən? Öldürdüyünü görmədimi? Həmin vaxt Həsənin oğlu ilə Səriyənin nəvəsini oradan qaçan gördüm. Çi, ağlın olsun. Getmə görmüsən desə Məndərə. Heç olmasa biz də bir ağ günə çıxaq. Onsuz da onlar bu kənddə qalan deyirlər. Az, öldürdüyünü görmədimi? Oradan qaçdıqlarını gördüm. Az, gedim yalandan deyim ki, bunlar öldürür. Ayə, get nə görmüsən, Səməndərə de. Bezməmisən onun bunun heyvanını otarmaqdan, he? Bezmişəm. Lap təngə gəlmişəm. Mama pis günə düşəcək. Deyəcək mənə niyə gözləmədiniz? Düz deyirsən. Gərək gözləyərdik. Çox səhv iş gördük. Cənazəni çox gözlətmək olmazdı. Bir də saxlamağın nə mənası vardı ki? Akşin. Coşkun hanı qardaşın? Səməndər hanı oğlum? Eşitmirsən? Bibi.
ben öleydim. Bugünü görmeyeydim. Benim balam. Niye beni gözlemediniz? Son defa balamın yüzünü göreydim ben. Mən özümü Ay Allah. Allah rəhmət eləsin. Çox ağır dərddir. Şəhərdən gəlmək istəyənlər də var. Onlara de ki, Ay Allah. dədəm qatili öldürməyincə yas verəsi deyil. İndi heç kim gəl verməsin. Daşqın, gec-tez qatil tapılacaq. Biraz səbirli ol. Səbirdən keçib Bəkir. İşkəncə ilə öldürəcəm onu. Öz əllərimlə öldürəcəm onu. Hiçbirimizi bağışlamayacağım. Allah rəhmət eləsin Səməndər müəllim. Axır qəminiz olsun. Ölənlərə rəhmət çoban. Mənim sizə deyiləsi vacib sözüm var. Akşı ilə bağlıdır. Hə, Eşidirəm çoban. Salam Səməndər müəllim. Salam. Çobanın da burada olmağı lap yaxşı oldu. Sizə bir-iki sualım var. Görəsən nə oldu? Səlimdən nə xəbər yoxdur? Hardadır indi Səlim? Ay Allah, özün kömək ol. Əsmər, bilirsən nə olub? Yox, nənə, nə olub ki? Səməndərin oğlu rəhmətə gedib. Daşqın ölüb? Niyə? Daşqın yox, şəhərdən gələn oğlu. Deyir, kəhrizin yanında meydini tapıblar. Nə? Kəhrizin? Səlim? Salam. Ne oldu sana? Niye ağlıyorsun? Niye ağlıyorsun kızım? Koy. Esmer, sen onu tanıyorsan. Esmer, kızım, sen onu tanıyorsan. Az bir dinlen görün. Çoban, ölüm xəbərini birinci kəndə sən vermisən? bəli. Birinci mən görmüşəm. Sən heç kimi görməmsən? O ətraflarda kimisə, hansısa bir maşın, hansısa bir atlı görməmsən? Heç kim olmayıb orada. Birinci elə bildim ki, yatıb. Səslədim, ayılmadı. Mən də qaçıb gəlib xəbər verdim hamıya. Elə bildin yatıb? Bəs ağzından, başından axan qanı görmədin? Çaşdırma çobanı. Bilsəydi çoxdan deyərdi. Bəs siz şübhələndiyiniz kimsə var? Mənim oğlum uşaq vaxtı tez-tez yıxılırdı. Yəqin bu dəfə də öz-özünə yıxılıb. Uşaq kimi idi rəhmətlik. Allah rəhmət eləsin. Ölənlərə rəhmət. Çoban, sən də gəl idarəyə, nə görmüsənsə yazılı şəkildə bildir. Yaxşı. Hə, çoban. Eşidirəm səni. Mən həmən günü o tərəfdə qoyun otarırdım. Ha. Həsən kişinin balaca oğlunu qaçan yerdə gördüm. Yanında da Sərgənin nəvəsi.
Sonra da gəlib sənin oğlunu yerdə gördüm. Ne? Hasan kişinin oğlu? Hə, Hasan. Hasan. Bunların hamısını qanla qaltan eləməliyik. Tez eləyin. Hasan! Hasan! Axtarın! Hasan! Her yer axtarın. Orada bakın. Bu tarafa da. Her yeri aktarın. Salim! Kaçıblar. Kaçıblar. Gelin buraya. Bunlar mütləq şəhərə gedirlər. Gedir şəhərə. Mütləq onlar Yaxşı tapmalı. Səməndər bala. Yaxşı. Gedin. Maşallah Kərimlə Səlim cavan oğlan olublar. Sən də çox dəyişirmisən cavan şiir. Hə, sənəmi. Çox dəyişilmişəm. 10 ilmi türmədə keçirtdim. Çox ağır hadisələr gəldi başıma. Kənd cəmaatından çox eşitmişəm sənin haqqında. Allah bir də göstərməsin türmə həyatını sənə. Allah heç kimə göstərməsin. Cavanşir. Bəs Camal əmi oradadır? Neçə ildir görmürəm onu. Hardadır? Atam mən içəridə olanda rəhmətə gedib. Allah rəhmət eləsin. Xəbərimiz olmayıb. Yoxsa gələrdik. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Deyin görək, siz nə yaxşı gəlmişsiniz? Səlim Səməndərin oğlunu öldürdü. Biz səhv elədik şəhərə gəlməkdə. Cəmaat qorxdu deyəcək. Kərim, düz eləmişsiniz gəlməkdə. Həsən əmi, sən mənim əmimsən. Gözüm üstə yerim var. Bu söhbətdə də yalnız olaram. Amma mənə hər şeyin düzünü deyin. Olduq kimi. Danış Səlim, hər şey olduğu kimi. Səhər tezdən idi. Əsmərlə görüşə gedirdim. Əmi, narahat olmuyor. Mən olan yerdə sizə heç kim toxuna bilməz. Allah köməyin olsun əmin əvəzi. Yad adamların burada olmasını istəmədim. Mənə ən yaxın olan adamların burada olmasını məsləhət gördüm. Orxan, sən də bizlərdənsən. Bizə yaxın olan insansan. Murad da gəlsin, sizə deyiləsi sözüm var. Kim deyə bu Murad? Biz onu niyə gözləyirik ki?
Bura dəvət olunubsa, deməli gözləməliyik. Gör nə gün deyək ki, bayaqdan da bir nəfəri gözləyirik. Murad deyibsə gələcəm. Deməli gələcək. Öz başına da gəlməyə. Azad! Mən dedim axı. Burada olan insanlar bizə yaxın olan insanlardır. Artıq əskik danışmayın. Bağışlayın, biraz geciktim. Gel. Gel otur. Səməndər, Allah oğluma rəhmət eləsin. Ölənlərə rəhmət. Elə ona görə çağırmışam sizi. Oğlumu öldürəni tapmaqda yalnız siz kömək eləyə bilərsiniz. Günahsız yerə ölübsə, mən əlimdən gələni eləyərəm. Mənim oğlum günah işləməyib heç vaxt. Səməndər müəllim, günahsız adam yoxdur. Hamımızın günahı var. Siz bura günahkar axtarmağa gəlmisiniz? Hə? Coşqun sizə sual verdi. Yaxşı qulaq asın. Mən deyirəm ki, günahsız yerə ölübsə, mən sizə dəstək olaram. Yox, əgər rəhmətli günahkardırsa, bu işdə mən yoxam. Uzadırsan ha Murad. Qardaş, biraz tonuvu sal aşağı. Bəstirin! Bizim məqsədimiz Həsəndən küçüklərini tapmaqdır. Murad, sən, Bəkir, Orxan, üçünüz bir hərəkət eləyirsiniz. Daşqınla da Coşqun bir hərəkət eləyirlər. Qardaş oğul da mənləndir. Polis tapana qədər biz tapmalıyıq. Ağsaqqal, mən canla başla hazıram. Sağ ol. Biraz sakit olun. Tapacağıq. Mütləq tapacağıq. Hə Murad müəllim, bəs sən? Hazırsan bu yolda bizlə hərəkət eləməyə? Siz ayağıma dolaşmasaz, mən hazıram. Murad, sən bunlardan narahat olma. Çalışın tez tapın. Şəhərdə onları tapmaq çox çətin olar. Bəlkə başqa rayona gediblər. Onların bir qohumları vardı Bakıda. Adı da Cavanşir olmalıydı. Hardan bildin? Kərim danışırdı onun haqqında. Özdə ki, bu yaxınlarda türmədən çıxıb. Bəkir, səncə neyniyək? Səməndərə kömək eləyək? Neçə ildir işləyirsən Səməndərlə? Hardasa 9 il olar. 9 ilin haqqını verməlisən. Yəni kömək eləmək lazımdır. Uşaqları əsəbləşdirir adamı. Qardaşlarını itiriblər. Nə dediklərini bilmirlər. İndi biz gərək Cavanşirdir nədir, onu tapaq. Tanımırsan? Allah eləsin mən fikirləşdiyim Cavanşir olmasın. Yoxsa aləm dəyəcək bir-birinə. Sizə bir söz deyəcəm.
Ancaq heç kəs bilməsin. Nə olub papa? Nə məsələdir? Olmayıb, amma olacaqdı. İkiniz də gedirsiniz kəndə. O Səriyanın nəvəsini götürüb gətirirsiniz bura. Heç kəsin ruhu da duymasın. Qızı niyə? Səlimin özünü tapaq da. Qız bizdə olsa, Səlim öz ayağı ilə gələcək bura. Qızı kənddən çıxarsaq, polis düşəcək işin üstünə. Coşqun düz deyir. O saat nənəsi gedəcək polisə, deyəcək nəvəmi qaçırdıblar. Əşi, mən öyrətməliyəm sizə. Gedirsiniz o əsmərdir, nə zibildir, onu götürüb gətirirsiniz bura. Nə vaxt gedək? Elə indi. Mən də o Cavanşirdir nədir? Axtarım görüm kimdir, nəçidir. Durun tərpənin. Dur getdik. O Azadı da göndərin yanıma. Yaxşı. Bu da mənim sizə dediyim məkanım. Buyurun. İçəridən çıxandan sonra buranı mənə yaxşı qardaşlar hədiyyə eləyib. Allah yaxşı qardaşların canını sağ eləsin. Sağ ol. Cavanşir, rayondan bir xəbər öyrənə bilərik. Görək orada vəziyyət nə yerdədir. Əlbəttə öyrənəcəyik. Qonşumuz Xəyal var. Mən ona yığım, vəziyyəti öyrənim ondan. Rayonda işlətdiyin nömrədir. Ha, Tez söndür telefonu. Nömrəni də qırtulla. niyə? Bilsələr ki, onu Səlim öldürüb. Telefonla sizi tapmaq 2x2 olar. Həsən əmi də, səndə telefon var? Bizdə yoxdur. Heç Əsmərdə də telefon yoxdur ki, zəng eləyəm. Siz narahat olmayın. Hər bir işi öz yerinə qaydasına qoyacağım. Mənim səbrim çatmır. Bir dəli şeytan deyir get Səməndəri də, onun o bir oğlanlarını da öldür. Onsuz da bütün kənd bezib onların əlindən. Hə, Cavanşir. İndi neyniyək? Birincisi, səbirli olun. İkincisi, məndən xəbərsiz bir iş görməyin. Üçüncüsü də bu işləri mən qaydasına qoyacağam. Yaxşı. Necə deyirsən elə də olsun. Bir dostum var, onu göndərəcəm rayona. Gətirib gəlsin qızı. Nə bilim, telefonla bu məsələlə olmaz. Özünüzü yandırarsınız. Necəsən? İndi biraz babat. Niyə? Nə olub Cəllov? Bu narkomanlarla işləmək əsəb xəstəliyinə salıb məni. Tutdun, bas səri getsin də, bir narkoman ötürü niyə əsəbləşsən? Dünən birini tutmuşdum. Deyirəm, mənə taxta baş. İşləyib eləmirsən. Bu qədər pulu hardan tapıb versən narkotika? Mənə nə desə yaxşıdır. Nə dedi? Deyir ki, mamadan qapazlayıram da. Evdə nə gözümə dəydisə, satıram gedir. İndi mən necə əsəbləşməyim? Şərəfsizdir də. Cəllov, daha narkomanlarla işləməyəcəksən. Niyə? Rayondan bir cinayət işi göndəriblər bizə. Göndəriblər işləyin də. Sən işləyəcəksən Cəllov. Mən? Bəli, sən. Rəis şəxsən özü tapşırıb ki, Leytinat Cəllov baxsın bu işə. Sağ ol, rəis. Əmi, öyrəndim Cavanşirin kim olduğunu. Hə? Otur görüm. Kimdir? Avtoritetdir. Türmədə olanda ad veriblər. Götürməyib. Yanıva 2-3 nəfər götür. Ged onu qulağından tut, gətir bura. Öyrənək Səlimin yerini. Əmi, ağzımda deyirəm avtoritetdir. Deyirsən tut qulağından gətir bura.
Ondan Sələmgin yerini başqa yolla öyrənmək lazımdır. Hansı yolla? Yoxdur, avtoritet dostlarından. De birinə, öyrənsin də Cavanşirdən Sələmginin yerini. Hə, Rıza. Götür bloknotu. Rıza'ya zəng elə. Rıza? Hə. Rıza kimdir? Gələndə görərsən. Niyə pulu vermirsən? Yoxum Rıza. Vallahi benim altımda yoxdur. Bəs niyə bu günə söz verdin? Alacağım var idi bu günə. Alınmadı. Deməli mənə yalan danışdın. Ha, yalan. Yalan. Rıza, Səməndər zəng edir. Səməndər? Maraqlı işdir. Ölüm işinin nəyə maraqlıdır? İşin marağı ondadır ki, şahid yoxdur. Sənin işin çətindir Cəllov. Həm şahid yoxdur, həm də ölənin atası nəqliyyat şirkətinin rəhbəri Səməndər Vəlixanovdur. Mehdiyev, kim olur olsun, mənim üçün fərqi yoxdur. Mənə biraz vaxt verin. Ailəsi şikayət eləməyib. Ona görə də vaxtdan bolsan. Rahat işini gör. Ailəsi şikayət eləməyibsə, deməli intiqam almaq istəyəcək. Ona da mən imkan vermərəm. Şirkətdə vəziyyət yaman pisləşib. Niyə? Necə yəni pisləşib? Səməndər müəllim tırların gəliş-geliş qiymətini qaldırıb. Bəs mənim niyə xəbərim yoxdur? Özü qiymətlərin qalxmağını istədi, mən də qaldırdım. Nə qədər qaldırmısan? 30%. 30%? Bu çox pis oldu. Bir neçə şəhər bizlə işləmək istəmir. Ən pisi də Türkiyədə xalçı işinə baxan Vural bəy oldu. O da bizlə işbirliyinə son qoydu. Vural bəyə zəng vurum görüm nə deyir, nə məsələdir? Vural bəyin Səməndərdən heç vaxt xoşu gəlməyib. Bu da ona bir bəhanə oldu. Salam qardaş. Aleyküm selam Bekir kardeş. Vural bəy, eşitdim bizlə işləmək istəmirsiniz. Seninle çalışmak hoştur bana. Ama ben Səməndərlə işlerime son veriyorum. Vural bəy, mən Səməndərin şirkətində işləyirəm. Mənə görə işləyək bir yerdə. Sana canım da kurban, bunu biliyorsun. Səməndərdən ayrıl, halıları sen getir. Ama onun kamyonlarıyla benim mallarım gelemez. Sahtekarın, dolandırıcının biridir o. Qardaş, necə istəyirsən elə də olsun. İnşallah gəl Azərbaycana, qardaşın qulluğunda hazırdır. İş olsa da, olmasa da. Sen de İstanbul'a gel, gözümün üstünde yerin var. Kendine iyi bak, görüşürüz inşallah. İnşallah qardaş, Allah qoysa görüşərik. Görüşürüz kardeşim. Bu Vural yayan çox yaxşı adamdır. Burada bir iş tapıb işləyərəm. Hər şey qaydasına düşər yavaş-yavaş. Siz narahat olmayın. Mən narahat olmuram. Mən də iş tapıb işləyəcəm.
Kişi nəsə dilxordur. Dada nə olub sənə? Nəsə bir cür səni? Burada qala bilmirəm. Elə bil türmədir bura. Nəfəs almaq olmur. Mən sənin üçün təmiz hava təşkil eləyərəm əmi. Sağ ol əmin əvəsi. Rayon adam göndərmişəm Əsməri gətirməyə. Kimi göndərmisən ki? Qardaş, sənə bir işim düşür. Adı Kənandır. Yaxın dostumdur, etibarlı adamdır. Sən narahat olma. Ünvanı da gedib özüm gətirəcəm. Durun gedək. Hara? Gedək sizə biraz əyin-baş alaq. Uşaqlar getsin. Mən heç yana gedən deyiləm. Sən qal istirahət elə. Durun, durun. Nə oldu bunlar? Səbirli ol. Salam. Salam. Yenə dara düşmüsən? Rıza. Bilirsən də, oğlum ölüb. 2 dənəsi var da, bəsindir. Yan. Rıza, aşırdın bunu? Sakit ol Azad. Rıza bizim dostumuzdur. Oğlumu öldürənləri tapmaqda bizə kömək eləyər. Bunları niyə bəsləyirsən? Tapsınlar da. Onların bir qohumları var. Bilsə, oğlumu öldürənlərin yerini o biləcək. Kimdir qohumu? Sən tanıyarsan onu. Türmədən təzə çıxıb. Adın dinən, adın. Adı Cavanşirdir. Cavanşir? Çıxıb çardan o.
dəlidir ki bu? Ona görə dəli Rza deyirlər də buna. Deyəsən Cavanşirlə aralarında problem var. Dəli idi. Cavanşirin adını eşidən kimi zır dəli oldu. Ola bilər. Sana bir iki sual vereceğim. Ama düzünü değil. Başa düşdün beni? Başa düşdünsə, başınla işarə elə. Eşitmirsən daşqını? Hə? Aç qızın ağzını. Məndən nə istəyirsiniz? Nə istəyirsiniz məndən? İstədiklərimizi bir-bir deyəsən. Qardaşımı niyə öldürdün? Hə? Mən heç də bilmirəm. Necə yəni bilmirəm? Necə yəni bilmirəm? Siz öldürdünüz akşını. Mən heç kimi öldürməmişəm. Sən öldürməmsən, Səlim öldürüb. Nə eləmişdi akşın sizə? Mən heç də bilmirəm. Bırakın məni. Bıraxaq? Hara gedəsən? Evə gedəcəm. Nənəm məni gözləyir. Mən sizin qardaşınızı tanımıram. Bırakın gedin. Nənəm xəstə adamdır. Nigarandır mən. Nənəm deyib nə zəhləmizi tökürsən? Elə bilirdin akşının qanı yerdə qalacaq? Hə? Neynəmişsiniz nənəm? Neynəmişsiniz nənəmə? Nənən getdi o biri dünyaya. Nənə. 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 Suallarıma cavab ver, bırakım səni. Kardeşimi Selim niye öldürdü? Nənə. Coşkun, demir demesin. Biz gözləyərik. Bu burada, biz burada. Her şey bir dəyəcək. Görəsən nə vaxt çıxar? Şofer buradadsa, harda olsa çıxacaq. Sen gülüm ne de kim